Salam izləyicilər, bu günlər sizə gördüyünüz kimi Hikar Nakamura'nın hesabını tapdım. Bu Hikar Nakamura'nın təzə videosunda götürülüb. Biraz araşdırma elədim və ən çox baxılan kanalında gördüm ki, elə bir video paylaşıb və bu günləri bu hesabda ilk oynadığı oyuna baxacağıq. Əslində mən Hikar Nakamura'nın bir sürü hesabından tapmışdım. İlk girişdə başlayıq istəyirsiniz. Burada gördüğünüz kimi A4 ile başlayıp oyuna D5 at A3, C5 Y3 Y6 at F3 fil D7 D4 vezir A5 qeyri-dəqiq bu gediş deyilir, amma daha çox səhv gediş, yəni qeyri-dəqiqdən biraz daha pisdir. Və fil D2 vezir C7. Vezir C7 burada niyə gəldi deyirsiniz? Burada baxın. Deyir ki, ağlar qalib gəldi. Bəli, burada Hikarı qalib gəlib. Gördüğünüz kimi burada vezir artıq buradan gəlir. Vezir C7 at B5. Niyə at B5? At B5 yəni at pis durur da, onsuz o qeyri-dəqiq keçir. Amma onun yerinə at C3, at B5 gəlsə daha yaxşı olardı. Buralar biraz keçəcəm. Vezir B6, A5, vezir D8, D5, fil C5, C4. C4 burada D4 vuracaq. Amma yəni bot bilə D4 oynayan botdur və bot bilə xüsusilə yaxşı oynayır məncə. Fil C4. Fil B5. Fil B5. At D7. Top C1. A6. Artıq 6'dan sonra çox bir şey olmur. Yəni kobud səhvdir artıq bu. Hikarı burada fil D7 gələrsə biz də vezir D7 gələcəyik. Top C5, vezir Y7, vezir C2, at F6, fil B4, qala qolma, at top C4, vezir D7, fil F8, top F8, qala qolma, vezir B5, top C1, vezir A5 ilə birlikdə top C8 və Hikaru burada top C8 gəldikdən sonra top C8 kobud səhv və 3 yeşən mat. Burada 3 yeşə vezir C8 at Y8 və vezir Y8 sayəsində bu qısa oynadı, baxmış oldu. Necə bu oyunu tapdım? Onu sizə deyəcəm indi. İlk olaraq Hikaru'nun ən çox baxıldığı kanalına baxdım. 2 dənə kanal var. Və bu zaman gördüm ki, bir neçə videosunun arasında bu litesdə botlarla oynayıb. Hətta burada əslində o insanlarla da oynayıb, amma mən insanlarla oynadığı bir oyuna baxdım. Gördüm. Biraz daha araşdırdım. Mən əslində onun bir sürü kanalını, hesablarını tapa bilərsiniz. Mən də tapmışdım. Və hesabına baxdığımızda 2 reytingli oyun, cəmi 10 oyun, 5 qələbə, 4 məğlubiyyət, 1 heç-heçə olub. Yəni məncə adam burada yaxşı bir oyun çıxardıb. Zaten baxdığınızda adam 95% ilə oynayıb. Yəni demək olar ki, heç bir səhv çıxmayıbdı. Necə səhv çıxmayıbdı? Biri var 94% ilə oynamaq, bir də var 95% ilə oynamaq. 95% ilə oynadığınızda gördüyünüz kimi 2 qeyri-dəqiq gediş. Amma bu 94% ilə oynasaydı əgər bu insan, Louis, bu zaman oyun dəyişə bilərdi. Məsələn, Hikaru dünya bilərdi. Amma burada gördüğünüz kimi rəqib hələ 81% ilə zorla oynayıb. Niyə? Çünki
Hikaru artıq burada gördüyünüz kimi sadəcə 2 qeyridə gediş eləyibdi. Və bunun yanında adam Luis 3 dənə kobud səhv eləyib. Yəni kobud səhv demək olar ki 2-dən çox kobud səhv demək olar ki 95%-dən aşağını göstərir. Bunun üçün də Hikaru udubdu. Bir də Hikaru bildiyiniz kimi yəni oyunların debütünü yaxşı bilir. Debüt olsun, açılış olsun. Bu da qəribə bir variant oynayıb da A4 məsələn D5'e burada A3. Burada bir şey daha göstereceğim. Oranı biraz sürətli keçdik. Fil C5'e. Burada C4 geldi. D C4. Fil C4. Fil B5. Fil B5. Burada at D7 gəlib. Bax. Burada indi at D7 yaxşıdır yoxsa at C6? Sizin üçün tam 20 saniyə falan vaxt verirəm. Sonradan birliyə baxacağıq. Mənə görə gözüm mən də bir dənə hesablayayım. Vaxtı ilə başlatma. At D7 daha yaxşıdır, bəli. Xanım məncə daha yaxşıdır. Və vaxt başladı. Beş, 4, 3, 2, 1 və artıq baxacağıq. Hansı daha yaxşı gedişdir? At C6 mı yoxsa at D7 mi? Baxaq, buradan hər şeyi açıq saxlayaq. Və at C6 daha yaxşıdır. Və ehtimalla, yəni at C6'nın daha yaxşı olduğunu bilərsiniz. Niye at C6 seç? At D7, at C6 pistir. Burada at D7 də kompüter seçibdi gördüyünüz kimi. Mən də elə kompüter kimi at D7 seçdim. Niye at D7 bəs yaxşıdır? At C6 pistir. At C6 gəldikdə nə olur? Bu gediş ikinci ən yaxşı gediş kimi qəbul edilirdi. Amma indi baxdığımızda dördüncü ən yaxşı gediş kimi qəbul edilir. Niye at C6 yox? At C6, fil C6. Burada görünür qeyridə gedişdir. Burada əslən vurmaq pis gedişiymiş. Niye məsələn burada nə oynayacaq? Belə gələcək. Neysə. Buranı tam başa düşmədim. Biz vursaq məsələn, normal oyuncu vurar da. Məsələn burada piyada sizləri pis durmur mu? Məsələn, biz belə gəlsək, oyunu bitdi. Oyun bitdi. Sadəcə kompüter səhv gediş kimi göstərir. Məsələn, burada bir dənə variant daha var idi. C4 gedişində. Məsələn, burada C4'də D4 vurmaq var. Bir də məsələn, D4 vurmaq da var. Amma burada at B5'də vurmaq var. Hansı sizcə? Burada əslində ikisi də deyil. Fil B5 daha yaxşı gedişiymiş. D4 üçüncü. Sən həqiqətən də fil B5 məncə də daha yaxşı bir gedişdir. Burada kompüter düz deyir. Hər ehtimala qarşı bu variantları da gözdən keçirmək lazımdır. Çünki yəni, baxın, D4 vurduğunuzda nə dəyişir də? Məsələn, D4 sonradan fil B5 biraz olur da. Zaten atı qaçacaq. Onu demirəm mən. Məsələn, fil B5, C B5 gəlsə daha yaxşı olmazmı? Niyə bir piyada məsələn qazanırsan? Onsuz da burada gördüyünüz kimi Luis də biraz səhv eləyibdi. Hikaru bu gedişlərdə pis qalıbdı. Amma baxın, bu çobud səhv olmasaydı bəlkə də Hikaru'nun burada uduzma ehtimalı var idi.
tamam üstünlük, yaxşı üstünlük var. Razıyam, amma yəni də uduzmaq üstünlüyü var idi. Yəni, sadəcə 22 gediş oynanılıbdı və hər an Hikaru səhv edə bilərdi. Bir daha belə baxdığınızda debütü elə bir Hikaru biraz pis oynayıb. Sonra biraz debütdə özünü düzəldib, amma oyun ortası, yəni Pindaşovda da yaxşı bir nəticə. Pindaşovda lap yaxşı oyun. Məsələn, debütdə adam şansını denəməli idi, amma Hikaru yuxarıya çıxdı. Və adam, məsələn, baz sürələri də indi baxarıq, ha. Məsələn, bir gedişə neçə saat. Məsələn, A4-də, sonra D5, At-A3. At-A3-ü Hikaru necə fikirləşdi, amma pis geçdi. Məsələn, 49 saniyəsi adamın qaldı. Belə biz C5 gəlirik. Sonra bunun hələ 59 saniyəsi qalır. 59.3, yəni 7 saniyə falan xərcləyibdi də adam. Oyunun sonlarına qarşı dediyimizdə qalaquruma gedişindən sonra məsələn, Hikaru məncə çox gec qalaquruma eləyibdi. Bilməm, gediş taplayıbdısa H3 gələrdi, yoxsa qalaqurmadan sonra H3 mü yaxşıdır? Çünki məsələn, vəzir B5, amma biraz o da pis təsir eləyir adama. Necə pis təsir eləyir? Oyunda Hikaruya biraz imkan verməyiblər əslində burada oynamağa. Niyə? Çünki məsələn o qalaqurma gəlibdi də. Məncə burada Hikarunun bütün oyunu dağılıbdı. Lakin burada dediyim kimi səhvlərə görə əslində burada üstündür. Amma mənə görə Hikaru burada debütdə icazə verilməyib istədiklərini eləməyə. Çünki yəni üstünlük artıq məsələn başa düşürəm A4 D5 gedişləri özü istəyir oynamaq. Amma bəlkə mənə görə məsələn o düşünübdü ki, məncə A4 Y5 gələcək də. Yəni D5 gedişi çox mənə görə çox insan fikirləşməz. Mən də əslində fikirləşmərəm məsələn D5 gəlsin. Çünki nə biləm belə at F-cə D5 gələrlər də, A4-də D5 gəlməzlər axı. Əslində komitenin gedişinə görə A4'də ən yaxşı at F6, Y5, D5, Y6, sonra at C6. At C6 gedişini deməyi unutdum. Burada at C6 gedişi də var. Ən yaxşı 5-ci gediş kimi qəbul edirsə də mənim üçün ən yaxşı 7 gedişdən biri belə deyil. Yəni çünki bərabər niyə sıfırlaşdırasan ki? Axı bu pis bir vəziyyət olur. Əslində yəni adam onsa gördüyünüz kimi bir də baxırıq. Debütdə Hikaru istədiklərini eləməyibdi. Çünki yəni, oynamağından bilinir ki, məsələn, A4 bəlkə D5 yerinə məncə Y5 fikirləşib. Yəni, mənə elə gəlir. Bu arada gördüyünüz kimi ortalama Hikaru'nun Santip İya itkisi 17'dir. Ama Lucy bakın 62. Yani, özdə burada Hikaru mat elədiyində 11 saniyəsi qalıbdı adamın. Bu arada buradan da görmək olur ki, Lucy Hikaru'dan daha sürətlidir, amma ağlı baxımından yox. Çünki yəni, sürətli oynayıb oyunu uduzubdu da. Onsa burada maddi üstünlüğü də var. Əgər bu videoya 20 like daha gəlsə, Alirisa Frujanın lises hesabını sizinlə paylaşacağım. Buradan Hikaru'nun için də paylaşım. Yəni, baxın. Gördüğünüz kimi böyük hərfindən B, 5, W, A, 11. Əgər bu videoya 20 like daha gəlməyini istəyirəm. Abunə olub like atmayı unutmayın.